Bugünkü buraxılışda ümumilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan həvəskarlar arasında velosiped yarışını izləyəcəksiniz. Azərbaycan Velosiped Federasiyasının təşkilatçılığı, Müdafiə Sənayesi İdman Klubu və Velolider mağazalar şəbəkəsinin sponsorluğu ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunan həvəskarlar arasında şose velosipedinin qrup ötüşməsi üzrə Sürətlə Pedallı adlı yarış keçirilib. Bakı Ağşəhər bulvarının ərazisində baş tutan turnirdə 18-39 yaş qrupunda 37 nəfər, 40 və daha böyük kişilər arasında 44 nəfər, həmçinin 18 yaşdan böyük qadınlar kateqoriyasında isə 9 nəfər mübarizə aparıblar. Velosipedçilər Hərbi Qənimətlər Parkının qarşısından start götürərək dairəvi hərəkət ediblər. Kişilər 16,8 km, qadınlar isə 8,4 km məsafə qət ediblər. Nəticələrə əsasən 18-39 yaşlı kişilər arasında Royal Mustafayev hamıdan yaxşı göstəriciyə imza ataraq 1-ci, Ziyad Vəliyev 2-ci, Ruslan Mustafayev isə 3-cü yerə layiq görülüblər. 40 yaş və daha böyük kişilərin mübarizəsində Etibar Həsənov fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Yusif Nəcəfov 2-ci, Kamil Əliyev 3-cü yerlə kifayətləniblər. Qadınların yarışında isə Natalya Vallek bütün rəqiblərinə üstün olaraq 1-ci, onun ən yaxın izləyicisi Gülşən Qaraşova 2-ci, Tamilla Akverdiyeva 3-cü yerə layiq görülüblər. Yarışdan sonra mükafatlandırma mərasimi keçirilib. İlk 3 yerin qaliblərinə kubok, medal, qiymətli hədiyyələr və pul mükafatları təqdim edilib. Turnir cədvəlində hər kateqoriyada ilk 10-luqda qərarlaşmış idmançılar da qiymətli hədiyyələrlə mükafatlandırılıblar. Əziz tamaşaçılar, indi isə müsahibimiz Azərbaycan Velosiped Federasiyasının İcra Komitəsinin üzvü, eyni zamanda Velolider mağazalar şəbəkəsinin rəhbəri və bir məqamda diqqətinizə çatdırmaq istəyirəm ki, bugünkü yarışın əsas təşkilatçısı həm Azərbaycan Velosiped Federasiyası və Velolider mağazası idi. Və hədiyyələr də Velolider mağazasından, pul mükafatı da Velolider mağazasından təqdim olundu və eyni zamanda Velo Extreme verilişinin də
daim dəstəkçisi Velolider mağazasıdır və buna görə də biz sizə təşəkkürümüzü bildiririk. Hər zaman sizi idman yarışlarında, idmanı təbliğ edən bu kimi yarışlarda sizi görürük və sevinirik. Vüqar bəy, sizin də fikrinizi bilmək istəyirik. Bilirik ki, Azərbaycanda ilk dəfə idi belə bir yarış keçirilirdi. Sizin bu işdə böyük bir təşəbbüsünüz var. Buyurun. Təşəkkür edirəm və İdman televiziyasına da buradan hər zaman dəstək üçün təşəkkür edirəm. Bilirsiniz, bu həqiqətən də məqsədimiz idmanın kütləviliyini artırmaqdır. Bu gənclərin bu idman növünə daha kütləvi şəkildə təbliği üçün biz mütəmadi olaraq əlimizdən gələni eləməyə çalışırıq. Və təbii ki, bu gün bir bayram əhval-ruhiyyəsi idi. Həqiqətən də, yəni bu kütlənin bir yerə yığılmağı böyük bir bayram idi. Yəni insanlara bir bayram əhval-ruhiyyəsi oldu həqiqətən də. Və gələcək yarışlar üçün də hər kəsi bu idmana dəvət edirik. Gəlsinlər, qoşulsunlar. İdman sağlamlıqdır, idman insanın əhval-ruhiyyəsini hər zaman gözəl eləyir. Ona görə də həmişə dediyimiz kimi idman eləyin, sağlam olun, həyatınızdan zövq alın. Təşəkkür edirəm, çox sağ olun. Çox sağ olun. Biz də sizə təşəkkür edirik, uğurlar arzu edirik. Sağ olun. Və beləliklə ilk dəfə keçirilən həvəskarlar arasında yarışın qalibləri bizimlədir və mən onlardan yarış haqqında təəssüratlarını öyrənəcəm. Birinci yer Royal Mustafayev, ikinci yer Ziya Vəliyev. Təbrik edirəm sizi. Çox sağ olun. Və yarış haqqında fikirlərinizi öyrənmək istəyirik. Yarış haqqında fikirlərimiz odur ki, start verəndə Ziya qardaşımız, mən, bir də Ruslan Mustafayev var, üçüncümüz yoxdur burada, onu təbrik edirik. Onunla üçümüz çıxdıq qabağa, lideriyik, 3 nəfər. Və bir-birimizə kömək elədik, dəyişə-dəyişə, 500 metrdən bir, 1 kilometrdən bir, 100 metrdən bir, dəyişə-dəyişə əsas yarış daşlarından aralandıq. Bir 500-600 metr araladık və stabil sürət saxladıq finiş xəttinə qədər. Ziya qardaşım da Allah köməyi olsun, köməyi oldu onun mənə, mənim o köməyim oldu. Ruslan Mustafayev yoxdur özü burada, üçüncümüz, onun da köməyi oldu. Yəni sürəti stabil saxladıq və finişə getdik. Həqiqətən də mən düşünürəm ki, layiq olan qazandı. Bilirdim, yəni ən azı ikinci yer tutacağam. Çünki əziyyət çəkmişdim, məşqlər eləmişdim, 3 aylarda hazırlaşırım və bu küləyə qarşı həqiqətən də yəni biz həvəskarıq, yəni çünki professional deyilik biz. Layiq olan mən düşünürəm ki, qazandı. Real, təbrik edirəm qardaşım. Çox sağ ol qardaşım. Çəki öz sözünü deyir də, çəki biraz yüngül olduğuna görə deyək də finişə mən getdim də belə deyək. Baxmayaraq ki, bugünkü hava şəraiti velosiped sürmək üçün əlverişli deyildi, küləkli idi. Eyni zamanda Ziyanın çəkisinin ağır olmasına baxmayaraq, yəni yüngül çəkililərlə bərabər mübarizə apardı. Sona qədər mübarizə apardı. Ona deyim ki, 25 kilo çəkimiz fərq var. 100 kilodur, mən 75 kilo. O, yəni zarafat deyil ki, yəni o çəkidə yəni dözdü axıra qədər. Maşallah olsun, əla, super. Eyni zamanda da bizdə olan məlumata görə siz Sumqayıtdan bura velosiped sürərək gəlmisiniz. 30 kilometr məsafəni sürə-sürə bu külədə gəlmişik. Və o da özü bir belə taktikadır da. Bədənə qızışdırdıq, yağışa hazır elədik və onun sayəsində də mən bir söz deyim, üzr istəyirəm. Çox adam elə bilir ki, yəni gücü finişə saxlayır, razminkasız. Ən azı professionallarda 30-40 dəqiqə trenajyorla məşq eləyir ki, bədən hər şeyi öz normalı qaldırsın. Sprintdə də kömək olur. Ayaqlar hamısı bunlar şərtdir. Yəni ona deyim ki, əzələ qızışmalıdır yarışdan qabaq. Yəni soyuq əzələ ilə yarışa çıxsan, zədə ala bilərsən. Zədə alma ehtimalı daha çoxdur. Bəli. Yəni onu deyim ki, əzələ mütləq qızışmalıdır, tam yarışa hazır olmalı. Biz də yəni onu elədik. Sumqayıtdan bura sürə-sürə gəldik. Bəli. Və siz velosipeddən müntəzəm olaraq istifadə edirsiniz. O artıq sizin bir həyat tərzinizə çevrilib. Yəqin ki, hər gün istifadə edirsiniz. Demək olar hər gün istifadə edir. Bir həftə bundan qabaq Şəkidə olduq. 3 gün qaldım orada, 4 gün daha doğrusu. Onun 3 gününü, yəni orada özünüz bilirsiniz, hara gedirsən yüksəklikdir. Bəli. 50-60 kilometr sürürdüm, 1000 metr yüksəklik, yəni o yoxuşlu yollar, bəli. Onun da köməyi mənə çox oldu ki, yəni bu yarışda qalib gəlməyimə. Velosiped sizin üçün idman alətidir, yoxsa nəqliyyat vasitəsi? Həm nəqliyyat, həm də idman, belə deyək. Gündəlik həyat tərzi. Bir parçamızdır yəni. Mən velosiped sürücümü düşünmürəm. Mən neçə illərdir trener işləmişəm. Mən velosiped kimi özüm bağlayan bir idman görməmişəm. Və velosipeddə minəndə belə deyək də 60-100 arası. Ən çoxu 100-120, ən azı 60. Mənim ən çox sürdüyüm məsafə Sumqayıtdan Lənkərana olub 251 kilometr sürmüşük. 6 saat 49 dəqiqə get atmışıq ora. 1 saatda yeməkdə belə deyək. Həqiqətən bu zarafat rəqəm deyil. Yəni həvəskar üçün bu böyük bir şeydir. Pro səviyyəsində olan bir şeydir. Buradan sizi izləyən həvəskar velosipedçilərə nə tövsiyə eləyərdiniz? Mən həqiqətən də deyirəm, velosipedə başlamaq istəyənlər bu gündən başlasın. Yəni sabah deməsinlər.
Çünki velosiped sürməyin həddindən çox insana xeyri var. Yəni bu da özün görsə də 50, 55, 60 yaşında. Bizdə bir dənə ingilis var, xarici vətəndaşdır. Yəni onun tayları bu dəqiqə oturub yəni evdə televizora baxır. Həqiqətən də deyirəm ki, yəni Səməd kişinin özü. bəli, bizim Səməd dayı tanıyırsınız, yəni yəqin ki, hər kəs uğurlar diləyirəm. Bütün həvəskar yarışçılarda, gələcəkdə yarışlara qatılsınlar, məşq eləsinlər, sağlam olsunlar. Həvəs olsun, həvəs. O gün yağış oldu, bu 3-4 gündən qabaq. Düşdük yağışa, yəni leysan, elə sürdük, qaydıq Sumqayıtda. Təbrik edirəm bir daha və növbəti yarışlarda uğurlar arzu edirəm sizə. Sağ olun. Sağ olun. Əziz tamaşaçılar, indi isə yarışın ən ağır çəkidə olan iştirakçısıyla müsahibə götürəcəyik. Onun da fikirlərini öyrənmək istəyirik. Xoş gördük. Xoş gördük. Hamınızı salamlayıram. Böyük təşəkkürlərimi bildirirəm ki, bu cür imkan yaradıblar ki, bizim kimi həvəskar velosipedçilər bu cür yarışda iştirak edirik. Mən ağır çəkili olmağıma baxmayaraq özümə bunu bir kompleks bilmirəm. Düzdür, təbii ki, artıq çəkilərdən azad olmaq üçün də bu işə başlamışam, amma ağır çəki olmaq o demək deyil ki, mən velosiped və yaxud da idmanı sürə bilmərəm və yaxud da başqa idmanlarla məşğul ola bilmərəm. Mənim üçün daha da üstünlüyüm oldu ki, şəxsən burada ağır çəkili olmağıma baxmayaraq ki, mən bu velosipeddən istifadə edirəm. Mənim kimi çəkidə olan bütün idmançılara, belə deyim, insanlara, həvəskarlara məsləhətim budur ki, dayanmasınlar, ancaq pedallasınlar irəli. Sizə də çox sağ ol bildirirəm. Minnətdaram. Uğurlarımız inşallah davamlı olar. Çox sağ olun. Velolider Azərbaycanın ən böyük velosiped şəbəkəsidir. Burada balacadan böyüyə hər kəs istədiyi velosipedi əldə edə bilər. Amerika brendi Specialized. Və Trings velosipedlərini. Eyni zamanda Northtrail geyimlərinin rəsmi satış ünvanı Veloliderdir. Veloliderdən alınan velosipedlərə bir il zəmanət, əlavə olaraq bir il servis xidməti hədiyyə olunacaq. Velosiped alarkən Velo Extreme verilişinin tamaşaçısı olduğunuzu bildirsəz, sizə özəl endirimlər olacaq. Velolider, 2 təkər üzərində, hamıdan öndə. Əziz tamaşaçılar, bugünkü buraxılışda ilk dəfə həvəskar velosipedçilər arasında keçirilən yarışı izlədiniz. Bizdən bugünlük bu qədər. Velo Extreme izlədiyiniz üçün təşəkkür edirəm. Növbəti Velo Extreme'də ümidlə görüşmək ümidi ilə. Hələlik.